heç nə demirəm. Türkiyədə və Azərbaycanda bu xüsusi mühafizə və güvənlik, üzr istəyirəm, özəl güvənlikdə olan egodan istəyirəm. O egodan məndə olsa, mən hazırda ya bakanlıqda, ya Azərbaycanda nazirlərin birində yüksək vəzifədə oturardım. Bu özgüvənlə. Yəni özgüvənim var ya, amma onlar qədər yoxdur. Təsəvvür edirsiniz ki, az öncə AVM-dən gəlirəm. Elə bir davranış, elə yeriş, elə duruş sərgiləyirlər ki, sosial şəbəkədə də o vəziyyətdədir. Görən elə bilər ki, bu ölkənin əskəri yalan, polisi yalan, jandarması yalan, bordo bərəlisi yalan, xüsusi təyinatlısı yalan, DTX-sı yalan. Bunlar gerçək. Bu forma xəstəliyi başa düşürəm. Mən də sevirəm. Məsələn, əskər formasının xəstəsiyəm. Uşaqlıqda hətta Allah canını sağ eləsin, mənim üçün əskər forması tikmişdi. Və mən bir əskəri bir generaldan çox üstün bilirəm. Çünki general yaşayıb, yaşadığını, gördüyünü görüb, amma əskər isə hər an pul qazanıb, o qazandığı pulu nə zamana qədər yeyə biləcəyindən əmin deyil. Və bu səbəbdən də o gənc yaşında özünü əskərliyə həsr edən insanlara müəyyən qədər də üzülürəm. Çünki bizim üçün, bizim azadlığımız, bizim yaşamağımız, bizim sağlamlığımız üçün özlərini fəda edəcək gücə gəlirlər. Amma sizdə bu özgüvəni anlamıram. Axı biz maksimum dərəcədə AVM-lərdə sizdən çox üzr istəyirəm. Ya ayaq yoluna yerin soruşuruq, ya da metrolarda hansı çıxışdan çıxacağımızı. Yəni bu özgüvən sizdə hardandır ki, sosial şəbəkəyə baxırsan ki, yer üstündə musiqi qoyur, musiqinin də üstündə bir dənə səs var ki, aslan belə gəldi, qurt belə getdi. Özgüvən yaxşı şeydir, amma arada kompleks də yaxşı şeydir. Bu qədər mənasız özgüvənli olmuyor. Sizdən öncə bu ölkənin əskəri var, polisi var, jandarması var. Yəni polis, əmniyyət qalıb bir qıraqda, bunlar özlərini elə aparır ki, elə bir ki, ən ali rütbə bunlardadır. Ən ali forma, ən müqəddəs forma, yəni özəl güvənlikdir.